Deməli, müştərimiz yazmış ki, hər yerdə bu qiymətdədir ünvanlar. Yox, yəni bu qiymətdə deyil. Dostlar, biz açılışa görə hər şeyi aşağı qiymətlə qoymuşam. Sizin hər yerdə 20-25 manat gördülər, şalvarı da bizdə oyandakda 15 manatdır. Bunlar isə TS parçadır. Bu TS parça nədir? Bu orijinal brendlərdə 40 manata, 50 manata satılan şalvarların, sonra bu dəstlərin parçasıdır. Parçanın adı TS-dir. Mən bu parçanı özünü alıram, özü bizə gəlir parça və bizdə istehsal olunur. Azərbaycanda. Bax, boyunda nə yazılıb? Made in Azərbaycan. Eyni parça yəni burada istehsal olunduğuna görə daha aşağı qiymət çıxır. Biz ona görə aşağı qiymətə qoyuruq. 20 manat gödəkçəsini salmışıq. Açığa görə salmışıq. Bundan bəri normalda bizdə satış qiyməti onsuz dəst şəkildə 55-60, 59 manat, 60 manat baxırda dəstə görə dəyişirdi. Hal-hazırda bunlar bizdə 20 manat sayılırlıqda və əlavə olaraq yəni yenə deyirəm, sizin hər yerdə 20-25-i gördülər bizdə. Bizdə düşüb 15 manata. Yəni bunlar da açılışa görə olan qiymətlərdir. Hər yerdə ola bilər ki, məsələn bu şalvarı harcı 5 manata da oxşarını sata bilərlər. Yəni sırf şalvar satırlar, hə 5 manata belə şeylər. Yəni bu demək deyil ki, bununla bu eyni şeydir. Keyfiyyət fərqi var, parça fərqi var, geyəndə adamı rahat saxlamaq var, 2 gündən sonra, yıldan sonra rəngin qaçmaq məsələsi var, tiftiklənmək var və s. və ilə axır. Yəni hər cür uyğun bizdə mallarımız mövcuddur. Açılışa görə də iPhone 16 hədiyyəmiz var və mağazaya birinci daxil olub, kassaya girən birinci yaxınlaşan adam bütün aldıqların yarısının pulunu ödəyib gedəcək. Açılışda 20 aprel, yəni bazar günü, 3 gündən sonra 20 yanvar metrosunun düz yanında qadın, kişi, uşaq geyimləri olan univermamız. Çox danışdım amma